Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi. Bugün artıq Qədir gecələridir. Qədir gecələri başlayır. Allah bu gecələrdə itaat və ibadətlərinizi qəbul eləsin. Allah hər birimizin günahlarından əfv eləsin. Özümüzü və valideynlərimizi boynumuzda haqqı olanlara bağışlasın. Və dualarınızı bu gecələrdə qəbul eləsin inşallah. Qədir gecələrində olunan əməlləri qısa olaraq hər birinizin diqqətinə çatdırmaq istəyirəm ki, düzdür, tövsiyə olunur ki, bu gecələrdə məscidlərdə olun, məscidlərdə əhya saxlayın. Hər hansı bir dostlardan, qardaşlarımızdan, bacılarımızdan məscidə getmək şəraiti olmasa, imkanı olmasa, onlar bu əməlləri özləri də evdə icra edə bilərlər. Qədir gecəsinin ilk əməli qüsüldür. Niyyəti də belə olacaq. Qədir gecəsinin qüslünü alıram, qurbətən iləllah. Müstəhəb qüsüldür. Yaxşı olar ki, bu qüslü şam namazından öncə alaq. Günəş qürub eləyən vaxt. Şam azanına az qalmış vaxtda artıq günəş qürub eləsin, onda alaq və şam namazımızı o qüsüllə qılmış olaq. Bunu da qeyd edim ki, bacardığınız qədər bildiyimiz qüsül ki, alandan sonra dəstəmaza ehtiyac olmaz. Bacardığınız qədər bu qüsüldən sonra dəstəmaz almağınız tövsiyə olunur. Yəni, əsas odur ki, bu qüsülü aldıqdan sonra şam namazını bu qüsülə qılasınız. Bir sözlə, Qədir gecəsinə qüsül almış şəkildə daxil olasınız. Hər kəs şam namazından öncə bu qüsülü ala bilməsə, şam namazından sonra da Qədir gecəsinin qüsülünü ala bilər. Bu birinci əməldir. İkinci əməl səhərə qədər məsciddə əhya saxlamaq. Məsciddə mümkün olmasa, evdə əhya saxlamaq. Yəni, səhərə qədər oyaq qalmaq. Üçüncü əməli isə budur. 2 rükət namazı var. Qədir gecəsinin xüsusi namazıdır. 2 rükətdir. Birinci rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur. İkinci rükətdə də eyni olaraq Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsi oxunur. Bu namaz bitdikdən sonra, dərhal sonra 70 dəfə Əstəğfirullaha və ətubu iləyh zikri deyilir. Dördüncü əməl olaraq qeyd edeyim. Qədir gecəsinin əməllərindən biri də budur. Bu düzdür, bu əməl kütləvi şəkildə məscidlərdə icra olunsa daha gözəl olur. Yəni, daha doğrusu məscidlərdə icra olunur, orada iştirak eləsək daha gözəl olur. Amma məscidə gedə bilməsək, hər hansı bir səbəbdən getməyimiz mümkün olmasa, Quranı açıq vəziyyətdə qarşımıza qoyuruq, bu duanı oxuyuruq. Allahümmə inni əsəlükə bi kitabikəl munzəl və ma fih və fih ismukəl əkbər və əsməukəl husna və ma yuxafu və ma yurca ən təc'aləni min utəqaikə minənnar. Duanın tərcüməsi budur. Deməli, Quranı açıq vəziyyətdə qarşımıza qoyduq, bu duanı oxuduq. İlahi, endirdiyin kitaba və onun içində olanlara, Quranın içindəki ən böyük adına, ən gözəl adlarına qorxmalı və ümid etməli hər xəbərə xatir. Səndən istəyirəm ki, məni cəhənnəm əzabından, bağışladığın adamlardan biri edəsən. Cəhənnəm əzabından xilas edəsən və məni bağışladığın adamlardan biri edəsən. Bu duanı oxuyuruq. Bu duanı oxuduqdan sonra hacətlərimizi istəyə bilərik Allahdan. Quranı başımıza qoyuruq. Quranı başımıza qoyduqdan sonra bu duanı oxuyuruq. Tərcüməsini oxuyuram. İlahi, səni and verirəm bu Quranın haqqına, onu göndərdiyin Peyğəmbərin haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına, səni and verirəm sənin onlar üzərində olan haqqına, sənin haqqını səndən daha yaxşı heç kim bilə bilməz. And verirsən Allaha öz haqqına, Peyğəmbərin haqqına və Quranda tərif olunan möminlərin haqqına, sonra isə Peyğəmbər və imamların adına and verirsən Allaha. Misal olaraq Allahdan başlayırsan, bikə ya Allah 10 dəfə, bi Muhammedin 10 dəfə, bi Aliyin 10 dəfə, ta İmam Zaman əleyhissalama qədər oxuyursan. Quran başında olaraq.
Bu əməl bitdikdən sonra Allahdan hər nə hacətin var istəyirsən və bu gecədə bildiyiniz kimi Həzrət Əli əleyhissalamı da qılıncla vururlar. Həzrət Əli əleyhissalam qılıncla vurulur bu gecədə məsciddə. Bu gecənin o səbəbdən əməllərindən biri də budur ki, Həzrət Əlinin qatilinə lənət oxuyasan. Allahumməl ən qatələtə əmirəl müminin. İlahi Əlinin qatilinə lənət et. Bunun da əsas fəlsəfəsi bundan ibarət ki, ilahi, yəni bizi Əlinin qatillərinin sırasında deyil, Əlinin düşmənlərinin sırasında deyil, dostlarının sırasında qərar ver. Və bu gecənin əməllərindən biri də budur ki, 100 dəfə 100 rükət namaz qılasan. Müstəhəbdir. 2 rükət qılınacaq sübh namazı kimi. Niyyəti də bu olacaq. Qədir gecəsinin namazını qılıram qurbətən ilallah. Kimin qəzası yoxdursa, bu 100 rükət namazı qılması çox gözəldir. Kimin qəzası varsa, qəza namazlarını qılmaq daha gözəldir. Və eyni zamanda 100 dəfə deyilən bir zikir də var. Əstəğfirullah Rabbi və ətubu iləyh. 100 dəfə bunu demək yaxşıdır. Və bu gecənin əsas hal da bundan ibarətdir. Quran oxuyasan, xüsusən Qədr surəsini oxuyasan bu gecə. Çünki Quranda buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Biz bu Quranı Qədr gecəsində nazil etdik. Qədr surəsini oxuyasan, elmi müzakirələr edəsən bu gecədə və Quranın ayələrinin təfsirinə baxasan, Quran ayələrində düşünəsən və əsas gecənin mahiyyəti də bundan ibarətdir ki, İnsan bağışlanmağını diləsin Allahdan, münacat halında olsun, Allahla razı niyaz eləsin, bu gecəni özü üçün gözəl qərar versin. Belə deyək, bütün yaşayışından, maddi tərəflərindən qopsun, bu gecədə məxsus eləsin özünü Allaha. Ən gözəli budur ki, insan bu gecə özünü Allaha məxsus etməyə bacarsın və Allahdan bağışlanmaq diləsin və həmişə Allahla birgə olmağı arzulasın. Allahdan istəyirəm, Allah hər birinizdən qəbul eləsin. Allah bu Qədr gecələrini layiqincə Allah istədiyi kimi qeyd etməkdə bizim əlimizdən tutsun və bizi öz bağışlanmış bəndələrindən qərar versin. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.